Dostlar, hər birinizi salamlayıram. Necəsiz, neyinirsiniz? İşiniz, gücünüz. Axır ki bu Dünya Kuboku sona çatdı və mən çempionun formasında qarşınızdayam. Axır ki Dünya Kuboku bitdi. Bu 4 illik bayram sona çatdı. Düzün desəm, wow Dünya Kuboku olmadı. Amma hardasa hər bir milli komanda nəylənsə bu Dünya Kubokuna bir rəng qata bildi. Ən zəifindən tutmuş, ən güclüsünə qədər. Ən ideal Dünya Kuboku deyildi. Bəlkə də bunun başlıca səbəbi Dünya Kubokunun Amerikada keçirilməsi idi. Daha doğrusu Amerika, Meksika və Kanada. Meksika və Kanadadan heç bir problemim yoxdur. Onlardan şikayətçi deyiləm. Amma sırf olaraq Amerikada keçirilməsi biraz məni futboldan iyrəndirdi. Nəyə görə? Hər halda özünüz də məndən yaxşı bilirsiniz. Futboldan kənar hadisələr çox baş verdi. Amerikanlar futbolu az da olsa Hollywood kinosuna bənzətmək istədilər. Daha doğrusu bənzətdilər. Mən sırf olaraq futbol görmək istəyirəm, maraqlı oyunlar izləmək istəyirəm. Bəli, maraqlı oyunlar oldu. Amma sırf kommersiyanı fikirləşib, sırf maddiyyatı fikirləşib oyunların içərisinə qeyri-adi, bizim gözümüzün öyrəşmədiyi nüanslara əlavə etmək məncə absurd qərarlar idi. Vamos la Furia Roja. Bəli dostlar, məni təbrik edə bilərsiniz. Mən də İspaniya azarkeşlərini buradan təbrik edirəm. 16 illik həsrət sona çatdı. 16 ildən sonra nəhayət ki, İspaniya milli komandası Dünya Kubokunun sahibi oldu. Və buradan bəzilərinə səslənmək istəyirəm. Əziz dostlar, əziz haterlar. Mənim sevimli komandamla acıq verirsiniz siz. Oyundan sonra mənə mesajlar gəlir, kommentlər gəlir ki, Fuad, nə oldu? İspanlar Argentinanı belə elədi, Argentinaya qoydular, Argentinanı parçaladılar. Bu başqa məsələ, bu haqda danışacağam. Qardaşım, İspaniya millisini azarkeşləməyə mən başıma dönüm. Bir həftədə özümü cırıram ki, mən bilmirəm kimi azarkeş dedim, İspanlara yoxsa Lionel Messiyə. Mənim Argentina ilə heç bir bağım yoxdur. Mənim Argentinaya qarşı bir marağım yoxdur. Məni Argentinaya bağlayan tək və yeganə səbəb Lionel Messidir. Lionel Messi olmasa mən Argentina millisinin oyunlarına baxmaram. Mən 2010-cu ildən bu milli komandanı azarkeşiyəm. Sağ olsun Andres Iniesta. Mənə İspaniya millisinin azarkeşinə İspanların qələbəsi ilə acıq verirsiniz siz. Əlasız. Keçək əsas məsələyə. İspaniya, Argentina 1-0. Kamran, Allaha and verirəm sənə. Bax. Nə deyim də, nəyə and içim də, Allaha and içim də bundan böyük ola bilməz. Oyundan əvvəl demişdim ki, Ferran Torres nəsə qaynadacaq. Yəni bu adam belə oyunlarda qaynadır. Allaha and olsun, ürəyimə dammışdı ki, bu adam nəsə edəcək. Bu adam ya batıracaq, ya nəsə belə iş görəcək, ya qol vurub oyunun taleyini həll eləyəcək. Elə də oldu. Adam gəldi, qol vurdu, oyunun taleyini həll elədi. Çox böyüksən Ferran, çox böyük. Ferran Torres eşitdi ki, Paris Saint-Germain onunla maraqlanır və belə qərara gəldi ki, Diyan, futbol oynamaq lazımdır. Özümü göstərmək lazımdır. Və Ferran Torres özünü göstərdi və Dünya Kubokları tarixində əvəz etmədən oyuna daxil olub qələbə qolunu vuran ikinci oyuncu oldu. Birinci oyuncu kimdir? Mario Götze. Rəqib kim idi? Argentina milli komandası. Yazıq Argentina, yazıq Argentina. Oyun haqqında nə deyə bilərik? Əgər bizə deməsəydilər ki, bu Dünya Kubokunun oyunudur, əgər afişalar olmasaydı ki, bu Dünya Kubokunun finalıdır, biz bu oyuna baxıb deyə bilməzdik ki, bu final oyunudur. Bərbad bir final oyunu. Mən Argentinadan belə oyun gözləmirdim. Düzün desəm, İspanlardan da bunu gözləmirdim. Amma onları da hardasa anlayıram. Hər iki komanda risk etməyə qorxurdular. Bu finaldır. Bir səhv turnirin taleyini həll edə bilər. Yəni, komandaların oynadığı o 7 oyunu sadəcə olaraq zibilliyə ata bilər. Bir səhv. Bu cəhətdən hər iki komandanı anlayıram. Amma bu qədər qorxaq futbol oynamaq olmaz. Argentina milli komandası İspanların yarım müdafiəsindən qorxur.
İspaniya milli komandası isə Lionel Messi'dən qorxur. Start heyətləri haqqında onu deyə bilərəm ki, hər iki komandanın baş məşqçisi primitiv, şablon heyətlərlə çıxmışdı. Bir dəyişiklik var idi Argentina millisində. Montiel Molina dəyişikliyi. Molina həmişə startda oynayırdı, amma finalda əsas heyətdə oynadı və bir o qədər də pis oynamadı. Və Scaloni məncə düzgün addım atmışdı Montiel oynatmaqla. Çünki Montiel Molina'dan fərqli olaraq ayağı ilə daha yaxşı oynayır. Bəli, bir o qədər də sürətli deyil. Amma burada onu nəzərə almaq lazımdır ki, Baena da sürətli bir winger deyil. Baena ümumiyyətlə winger deyil. Və Montielin sırf olaraq Baena ilə başa-baş mübarizə apara bilməsi normal idi və o onu apardı. Montiel haqqını verdi bu oyunun. Həmçinin Tagliafico. Biz ötən çıxışda demişdik ki, əgər Lamine Yamal'ın oyunu getsə, Lamine Yamal öz prime'ını görsətsə, Tagliafico'nun ciyərini dağıdacaq. Amma bunu edə bilmədi. Tagliafico da haqqını verdi, Lamine Yamal'ı yaxşı saxlamışdı və Tagliafico'nun da ayağı düzdü. Scaloni maksimum dərəcədə çalışdı ki, bu oyunda əsasən ayağı düz oyunculara güvənsin. Ayağı düz oyuncuları oynatsın ki, İspaniya yarım müdafiəsinə az da olsa bir atbor mu deyim, bir nəsə verə bilsin, nəsə qarşılıq verə bilsin. Çünki yarım müdafiə xəttində əgər İspanlara uduzdunsa, fransızların aqibətini yaşayasın. Lionel Messi tək qalmışdı bu oyunda. Lionel Messi doğrudan da köməksiz qalmışdı bu oyunda. İndi Lionel Messi haqqında bir monoloqum olacaq mənim. Danışacağam ona sonra. Mənim bir sualım var. Julian Alvarez, sən nəyə lazımsan? Mən bu Dünya Kuboku ərzində Julian Alvarez haqqında çox şey danışmadım. Səbirli oldum. Dedim oyuncunun üstünə getmək lazım deyil. Tənqid etmək lazım deyil. Onsuz da yetərincə qədər tənqid edənləri var. Amma bu son bu son aşımı idi. Bu pikdir artıq. Mən Julian Alvarez oyunda görmədim. Ümumiyyətlə Argentina milli komandası oyunda yox idi. Bu başqa məsələ. Amma Julian Alvarez ümumiyyətlə bu Dünya Kubokunun üstündən bir xətt çəkdi. Bilmirəm bunun başlıca səbəbi Barselonaya mövcud transfer ilə bağlı olan problemlərdir, yoxsa başqa şeylərdir. Amma Julian Alvarez nəinki orta klass hücumçusu kimi, aşağı klass hücumçusu kimi özünü göstərdi. Bir tək İsveçrə ilə oyunda möhtəşəm qol vurdu. Ondan sonra biz bu adamı görmədik. Ondan əvvəl də görməmişdik, ondan sonra da görmədik. Və mənə görə əgər Barselona rəhbərliyi hələ də Julian Alvarez üçün 150 milyon avro ödəməyə qərarlıdırsa, məncə bu səhv qərardır. Julian Alvarezə 150 milyon avro vermək düzgün olmazdı. Dünya Kuboku bunu bizə göstərdi və həmçinin Julian Alvarez, Atletico Madrid və Barcelona arasında olan problemlər də buna artıq ikinci səbəbdir. Yəni Barcelona belə oyuncular alanda o oyuncular uğurlu olmur komandada. Eynən Griezmann da bu haqqı hesabla gəlmişdi Barcelonaya, uğurlu olmadı. İndi isə Julian Alvarez. Məncə Barcelona rəhbərliyi hər hansısa bir deadline qoymalıdır özünə və bu deadline-dan sonra əgər alınırsa, yaxşı, optimal qiyməti alınırsa bu transfer olunsun. Alınmırsa imtina edib alternativ variantlara baxsın. İngiltərə ilə oyunda Argentina milli komandası himni oxuyan zaman bilmirəm fikir verdiniz yoxsa yox. Az qala Argentinalı oyuncular bir-birlərinin formasını cıracaqdı. Aqressiya ilə, əsəblə, əzmlə, istəklə. Elə bil ki, onlar futbol oynamağa yox, döyüşə gedirlər. Amma İspanlarla oyunda biz bunu görə bilmədik. Bilirsiniz, bu oyun mənə Mərakeş Fransa oyunu xatırlatdı. Biz hamımız gözləyirdik ki, Mərakeşlilər fransızlara problem yaşada bilərlər. Yəni Mərakeş elə belə rəqib deyil. Ən azından 2022-ci ildə fransızları incitmişdilər biraz. Amma fransızlar çox rahatlıqla Mərakeşi keçdilər və bu bizdə şok bir his yaratmadı. Bəli, təəccüb yaratdı. Bəzilərimiz təəccübləndik ki, yəni biz gözləmirdik ki, Mərakeş belə rahatlıqla uduzar fransızlara. Amma şok yaşamadıq. Argentina İspaniya oyununda isə biz şok yaşadıq. Argentina elə bir məğlub olmağa çıxmışdı bu oyuna. Mən anlaya bilmirəm, niyə belə oldu, niyə belə etdilər.
Sistem yox, heç nə yox. Okey də Argentina onsuz da sistemsiz bir komandadır. Mən anlayıram, Argentina milli komandası əzəldən provokator bir komanda olub. Rəqibləri belə əsəbləşdirərək, onlara yüngül təpik vuraraq, incidərək, onları provokasiya edərək yoldan çıxarıblar. Argentina millisinin qanında var bu. Amma bunun həddi var. Bunun bir yeri var. Bunu aşmaq lazım deyil. Enzo Fernandez, səni çox təriflədim. Sən bu dünya kubokunu bir o qədər də pis oynamadın. Amma Enzo'nun 90-cı dəqiqədə etdiyi o hərəkət çox gülməli bir hərəkət idi. Çox gülməli bir hərəkət idi. Yaxşı ki, yazıq Kubarsiyə heç nə olmadı. Və adam etiraz edir ki, mən neynədim? Da neynəyəsən, adam göydə 3 dəfə salto vur deyə başıma dönüm. Belə şey olar bəyəm. 90-cı dəqiqədir. Dünya kubokunun finalıdır. Belə qeyri-peşəkarlıq olar. Məncə oyunun qırılma nöqtəsi Lisandro Martinezin zədələnməsi oldu. Bəli, Lisandro Martinez Maldini deyil, Thiago Silva deyil, Van Dijk deyil, amma Lisandro Martinez bu milli üçün Maldinidir. Lisandro komandada yeganə müdafiəçidir ki, ayağı ilə topu müdafiədən çıxıb orta xəttə, yəni yarım müdafiə və hücum xəttinə ötürə bilir. Və Otamendi 38 yaşı var, o deyil. Romero əla oynadı. Mənə görə bu dünya kubokun ən yaxşı iki mərkəz müdafiəçisindən biri idi. Biri o idi, biri Kubarsi idi. Amma Romero ayağı ilə ideal oynamır. Romero'nun işi tam başqadır. Romero tam başqa işləri yaxşı bacarır. Dağıdıcı olaraq əladır Romero, oyun qurucu olaraq yox. Və qırmızı vərəqə. Qırmızı vərəqə demək olar Argentinanı ekstra timelarda məhv etdi. Mənə maraqlı olan digər nüans isə Scaloni'nin Lautaro Martinez'i oyuna salmaması oldu. Bəli, məncə məntiqlə artıq Scaloni ekstra time'ı fikirləşirdi və düşünürdü ki, ekstra time olacaq və Lautaro'nu 30 dəqiqədə salaram, bəlkə nəsə edər. Scaloni yarımfinal mərhələsində sən necə ingilislərə qalib gəldinsə, necə ingilislər sənə qarşı səhvlər verdisə, yəni Tuchel'in səhvlərini deyirəm, sən də eyni səhvləri İspanlarla oyunda göstərdin. Tuchel'in etdiyi səhvləri sən etdin. Biz özümüz də çox gözəl bilirik ki, tam qapanmaq, tam müdafiə olunmaq məğlubiyyətə barışmaq kimi bir şeydir. Anlayıram, komanda 10 nəfərlə qalıb. Müdafiə olunmaq lazımdır. Amma oyunu dartıb, uzadıb, belə pasiv oyun göstərmək finalçıya yaraşmaz. 120 dəqiqə ərzində qapıya zərbə endirməmək biabırçılıqdır. Və burada bəziləri Lionel Messi'nin üstünə düşür. Lionel Messi'yə top gəlmirdi heç. Julian Alvarez o yana bu yana qaçırdı. Nə bilim, Enzo yox idi, McAllister yox idi, De Paul yox idi. Simeone girdi, neynədi, özü də bilmədi. Nico Gonzalez birinci hissə ancaq qaçdı, başqa heç nə. Bəlkə Lautaro'nu oyuna salmaq lazım idi. Bəlkə Lautaro oynamalı idi. Məncə İspanlar layiqli qələbə qazandılar. İspanlar layiq idilər bu dünya kubokuna. Nəinki bu oyunda. Ümumən bütün turnirə baxsaq İspanlar layiq idilər bu qələbəyə. Mən buradan İspanları alqışlayıram. 8 oyun ərzində cəmi qapılarında bir gol gördülər və öz rekordların yerindədirlər. 2010-cu ildə Casillas cəmi 2 gol buraxaraq İspanları çempion etmişdi. İndi isə Unai Simon 1 gol buraxaraq. Bu möhtəşəm bir rəqəmlərdir, bu möhtəşəm bir statistikadır. İspanlar bir daha göstərdi ki, onların qızıl nəsli olanda, qızıl pokoleniyası olanda bu millinin qarşısı alınmazdı. Bu millinin qarşısını heç kim ala bilməz. 2008, 2010, 2012-ci ildə Barcelona və La Masia akademiyası qızıl nəsil yetişdirdi, verdi İspanlara ki, gedin ürəyiniz nə istəyir eləyin, futbola hakimiyyət qurun. İndi də elədi. İspanların heyətində 8 Barcelona oyuncusu var. Əslində 9 olmalıydı, Fermin də burada olmalıydı. Təəssüflər olsun ki, Fermin zədələndi. La Masiadan sırf söhbət gedirsə, Cucurellia'nı da saya bilərik. Grimaldo'nu da saya bilərik. Munyoz'u da saya bilərik. Mənə görə
La Masia və Barcelona İspaniya milli komandasının təməlidir. Bunu mən fəxrlə deyirəm, bəli, çünki İspaniya milli komandası Barcelonadır. Barcelona olmasa İspaniya milli komandası da olmaz. Lionel Andres Messi 39 yaş, 918 gol, 418 asist, 1336 gol üstəgəl asist. Bunu edən adam futbolu bitirir. Bəli, mənə görə 19 iyul 2026-cı il tarixi futbolun son günüdür. Bəlkə də kimlərsə üçün bu gülməli səslənə bilər, amma mənə görə belədir. Futbol bitdi. Bu futbolun bir sonuydu. Çünki Lionel Messi kimi oyuncu bir daha gəlməyəcək. Onun kimisi gəlmədi, yoxdur və gəlməyəcək. Lionel Messi oyundan sonra ağladı, amma mən onun yerində olsaydım ağlamazdım. Bəlkə də buradan demək asandır, amma mən onun yerində olsaydım ağlamazdım. Nəyə görə ağlasın? Bəli, ola bilər ona görə ağladı ki, komanda yoldaşlarının güvənini doğrula bilmədi. Bəlkə də o istədiyi performansı göstərə bilmədi, razıyam. Amma o elə performanslar göstərib ki, o elə şeylər edib ki, bir oyunla onun karyerasını mən kölgə altına sala bilmərəm. Lionel Messi'yə indi lağ edənlər var, Lionel Messi'yə gülənlər var. Haqlarıdır bu, kimin ürəyi istəyirsə eləyə bilər, gülə bilər. Ola bilər Lionel Messi İspaniya ilə oyundan əvvəl ayəmbək qışqırdı, amma heç nə edə bilmədi. Əgər elə edibsə, mən razıyam, ona gülmək olar. Əgər doğrudan da elə bir şey olubsa, ona gülmək olar. Amma mən elə bir şey eşitməmişdim Lionel Messi'dən. Lionel Messi turnir ərzində 8 gol, 4 asist etdi. 39 yaşında. Və heç bir oyunda ayəmbək qışqırmadı. Heç bir oyunda qışqırmadı ki, bu turnir 7-8 oyunluq turnirdir. Heç bir məğlubiyyətdən sonra demədi ki, yox, Dünya Kuboku mənim üçün bir o qədər də önəmli deyil. Millətlər Liqası mənim üçün daha önəmlidir. Təəssüflər olsun ki, Messi Cənubi Amerikadandır, yoxsa Millətlər Liqası da qazanardı, əminəm ki. Heç vaxt demədi ki, Copa Amerika mənim üçün daha önəmlidir. Məğlub olanda başın saldı aşağı getdi ki, yəni məğlub oldum, bu səfər alınmadı. Və mən şəkillərə baxıram, memlərə baxıram, güya Lionel Messi orada kimisə öpür, əşyanı öpür, nə bilim, iti qucaqlayıb, nəyi qucaqlayıb. Yəni sizdə bəzilərində daha doğrusu, yəni mən üz gördüm. Dostlar, yəni mən şokdayım. Yəni mən üz gördüm. Yəni mən sizin yerinizdə olsaydım, o azarkeşlik etdiyim şəxsə görə ən azından sakit durardım. Ki, yəni qardaş, bizimki özü batır deyə gəbrəz sakit duraq. Mən ötən çıxışda da demişdim, indi də deyəcəm. Lionel Messi'nin tək İngiltərə ilə oyunda etdiyi qol qatqısı, yəni verdiyi 2 qol qatqısı Cristiano Ronaldo'nun ümumi dünya kuboklarının play-off mərhələsində verdiyi qol qatqısından çoxdur. Bunu zəhmət olmasa yenidən qulaq asın və həzm edin. Bir oyunda etdiyini, Lionel Messi'nin bir oyunda etdiyini Cristiano Ronaldo 6 turnir boyu edə bilməyib. Yəni siz lağ edirsiniz, siz gülürsünüz. Amma adam Özbəkistanla oyunda ayəmbək qışqırdı, ondan sonra bək olaraq Lisabona uçdusa, gülməli olan odur. Əslində bu deyil. Ronaldo böyük oyuncudur, Ronaldoya hörmət bəsləyirəm. Amma əgər Ronaldo özü açıqlamalarıyla, belə gülməli memləri ilə özünü gülməli vəziyyətə salırsa, mən niyə də gülməyim? Böyük ehtimalla Lionel Messi milli karyerasını bitirəcək və 2030-cu ildə keçiriləcək Dünya Kubokunda olmayacaq. Bu artıq normaldır və məncə də Lionel Messi karyerasını bitirməlidir. Lionel Messi karyerası ərzində 3 final oynadı. 3 Dünya Kuboku final oynadı. Bu möhtəşəm bir statistikadır, bu möhtəşəm bir nəticədir və birində qalib oldu. Və mən bu haqda danışmaq istəmirəm, amma məni məcbur edirlər ki, mən danışım. Məni məcbur edirlər.
Lionel Messi məğlub olanda hamı sevinir, deyir, "Ha, görürsüz heç nə oynaya bilmir bu adam, heç nə eləyə bilmir." Qalib gələndə, qol vuranda, assist edəndə hamı bir ağızdan qışqırır, FIFA Infantino. Bu paradoksdur dostlar, bu qeyri-adi bir paradoksdur və bunu 5-10 yaşlı uşaqlar etmir, bunu 15 yaşlı uşaqlar etmir, bunu 25, 30 yaşlı, 40 yaşlı adamlar edir. Və adam əsəbləşir və mən belə şeylə cavab vermək istəmirəm, bu uşaq arqumentlərinə söykənmək istəmirəm, amma məcbur qalıram. Bu uşaq arqumentləridir. Və mən də məcbur qalıram, uşaq arqumentləri göstərirəm. Çünki yəni sizlə böyük kimi danışmaq olmur. Bəziləri ilə böyük kimi danışmaq olmur. Adam 3 dünya kubokunun finalında oynayıb, qardaş. İkisində məğlub olub, birində qalib gəlib. Hələ siz buna lağ edirsiniz. Nə vaxt ki Cristiano Ronaldo dünya kubokunun finalında bir dəfə oynayar, bir dəfə, çox demirəm, bir dəfə, onda danışarıq. Del Bosque'nin əlində Iniestalar, Xavilər, Xabi Alonsolar, Ramoslar, Puyollar, Casillaslar, nə bilim David Villalar, Torreslər, David Silva, Matalar. Amma De La Fuente'nin əlində 19 yaşlı Kubarsi, qoca 32 yaşlı Laporte, qeyri-stabil Unai Simon, nə bilim qoca Rodri, sözüm yoxdur, əla. De La Fuente halal olsun sənə. Doğrudan da möhtəşəm işlər gördü De La Fuente İspaniya millisində. İspaniya millisi haqqında onu deyə bilərəm ki, İspaniya milli komandası möhtəşəm turnir keçirdi və bu komandanın 3 əsas oyuncusunun adını çəkmək istəyirəm. Bunlar Rodri, Kubarsi və Cucurelladır. Bu 3 şəxs İspaniya milli komandasının bu turnirdə əsas təməli oldular. Və bu oyuncular stabil oyun göstərərək komandasını irəli daşıdılar. Lamine Yamal, Oyarzabal pis deyildilər. Nə bilim Ferran Torres olsun, amma bu 3 şəxs stabil futbol göstərdilər. Bəli, ilk turlarda, birinci, ikinci turlarda Rodri bir o qədər də yaxşı deyildi. Amma Rodri, necə ki Pep Guardiola demişdi ki, bu adam dünya kubokunda düzələcək və öz performansını göstərəcək. Elə də oldu. Adam kəllədi, adam bilirdi ki, bu belə olacaq. Yəni play-off mərhələsindən başlayaraq Rodri möhtəşəm səviyyədə futbol oynamağa başladı. Möhtəşəm. Yəni adam qızıl topun haqqını verdi ki, mən bu qızıl topu boş-boşuna almamışam. Uşaqlar, videonu izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Yaxşı ki varsınız. Axır ki bu dünya kuboku bitdi. 40 günlük stresli, yuxusuz gecələr bitdi. Finaldan sonra cəmi mən 4 saat yuxu yatmışam. 7-də yatmışam. Saat 11-də durmuşam. 11-ə qalmış durmuşam və gəlmişəm çəkilişə. Yəni beynim bilirsiniz necə işləyir. O saat olur, mexanizm belə işləyir, düz formada işləyir. Mən də tərsinə işləyir. O biri ora gedir, biri bura gedir, beyin üzə yoxdur. Yəni ola bilər nələrsə səhv dedim, ola bilər ki, nələrsə düz demədim. Üzrü sayın. Anlayışınıza görə təşəkkür edirəm. Biraz istirahət etməliyəm, biraz özümə gəlməliyəm. Ondan sonra başlayırıq Real Madrid və Barcelona danışmağa. Milli futbolu bitdi, artıq keçirik yenidən sevimli klublarımıza. Yeri gəlmişkən, sevimli klublarımız demişkən onu bildirmək istəyirəm ki, artıq hər iki komandanın, həm Barcelona'nın, həm Real Madridin yeni F formaları ictimaiyyətə təqdim olunub, bilmirəm, əgər bilirsinizsə. Və siz də artıq fanshopdan istədiyiniz komandanın yeni F formasını sifariş edə bilərsiniz. Barcelona'nın da, Real Madridin də. Əlaqə saxlayın, sevimli komandalarınızın formalarını fanshopdan sifariş edin. Təşəkkür edirəm fanshop, yaxşı ki varsan. Dünya kuboku, bir daha hər şeyə görə çox sağ ol, əlvida, 4 ildən sonra görüşərik. İndi isə Barcelona sırasıdır. Visca Barça, Visca Catalunya.